Mənim yazığım gəlir. Deyirəm ki, görəsən hansı xəstəlikləri tapacaqlar. Allah eləməsin, Allah onları ailələrinə bağışlasın. Tanıdığım insanlar var ki, komadadır. Tanıdığım insanlar var ki, bu iynənin fəsadlarından nə əziyyət çəkib. Allah uzaq eləsin. İynələrlə, dərmanlarla arıqlamaqdansa, belə mənim kimi zəhmət çəkmək, tənbəllik etməmək, ağzını birazca bağlamaq, ən sağlıqlı arıqlama, fit qalmanın yolu budur. Vallahi, inanın mənə. Aparıcı Xoşqədəm Hidayət qızı arıqlamaq üçün iynə vurduranlar haqqında danışıb. Yazığım gəlir. Deyirəm görəsən hansı xəstəlikləri tapacaqlar. Tanıdığım insanlar var ki, bu iynələrdən nə əziyyətlər çəkiblər, komadadırlar. Sağlam arıqlayın. Tanınmış müğənni Samirə Əli Məryəm sosial media hesabında yeni görüntülərini paylaşıb. Həmin görüntülər izləyicilərin marağına səbəb olub. Fotolara qısa zaman ərzində çox sayda bəyəni və şərh gəlib.